Bölmə 1, dinləmə mətni 3. Azərbaycan Respublikasının Polis Akademiyası gələcəyin polislərini yetişdirən ali məktəbdir. Akademiyaya 2020-ci ildən Can Polad Danov rəhbərlik edir. Burada tələbələrə, yəni kursantlara qanunlar, insanların təhlükəsiz yaşamasını təmin etmək, asayişi qorumaq öyrədilir. Polis hər zaman qayda-qanuna riayət etməli, insanlara hörmətlə yanaşmalı və cəsarətli olmalıdır. Polis Akademiyası böyük və müasir bir təhsil mərkəzidir. Akademiyada xüsusi dərs otaqları, idman zalları və cinayətləri araşdırmaq üçün xüsusi laboratoriyalar və s. mövcuddur. Gündəlik olaraq kursantlardan dərslərə hazırlıqlı olmaqları tələb olunur. Kursantlar akademiyada hüquqşünaslıq ixtisası üzrə təhsil alırlar. Hər bir polis nəfərinin daima güclü və sağlam olması əsas olduğu üçün kursantlar idmanla məşğul olmağa üstünlük verirlər. Əgər gələcəkdə polis olmaq istəyirsənsə, çox çalışmalı, dərslərini yaxşı oxumalı və hər zaman ədalətli olmalısan. Bəlkə bir gün sən də Polis Akademiyasının tələbəsi olacaqsan.